Xeyir müəllimlər, gəlin bu günün ifadələrinə və testlərin izahına baxaq. Birinci sözümüzə baxırıq. Look out, to be careful or cautious. Diqqətli olmaq, tədbirli olmaq. Burada çölə baxmaq mənası yazılıb. Bu mənası da var, amma həmçinin diqqətli olmaq, çölə baxmaq mənasından başqa diqqətli olmaq mənası da vardır və sinonimi bu mənada to watch out'dur və bu hər iki idiom preposition for ilə istifadə olunur. Növbəti ifadəmiz to shake hands. Deməli, əl sıxışmaq deyək də, əl sıxışmaqdır. To exchange greetings by clasping hands. Öyle həmişə bu formada istifadə olunur. Hand həmişə cəmdə olur. Bəzən görərsiniz shake a hand filan, elə deyil, shake hands formasındadır. Növbəti sözümüzə baxırıq. To get back. Geri dönmək deməkdir. To return elə onun sinonimidir. Sonra növbəti sözümüzə baxırıq. To catch cold. To become sick with a cold of the nose for throat. Deməli, bu catch cold bilirsiniz də, soyuqlamaq deməkdir. Və burada da ifadə olaraq da verilibdir. Yəni, soyuqdan, burun və yaxud da boğazdan xəstələnməsi, soyuq dəyməsi də belə deyək. Sonra növbəti sözümüzə baxırıq. To get over, to recover from an illness, to accept a loss or sorrow. Deməli, bu iki cür mənası var to get over-ın. Get over bir recover kimi sağalmaq deməkdir. Bir də hər hansı bir kədəri, bir şeyi, kədərli bir şeyi qəbul etmək, bir itkini qəbullamaq deməkdir. Yəni, burada bunların mənalarına baxaq. It took me over a month to get over my cold, but I am finally well now. Deməli, mənim bir ayımı apardı sağalmağım, amma nəhayət indi yaxşıyam. It seems that Mr. Mason will never get over the death of his wife. Görünür ki, cənab Mason həyat yoldaşının ölümünü heç vaxt qəbullanmayacaq. Okay, növbəti ifadəmizə baxırıq. To make up one's mind, to reach a decision, to decide finally. Deməli, to make up his mind və yaxud da one's mind qərar vermək deməkdir. Məsələn, gəlin ifadələrə baxaq. Sally is considering several colleges to attend, but she hasn't made up her mind yet. Sally deyir, fikirləşir ki, bir neçə kollecə getməyi düşünür, amma o hələ bir qərar verməyib. Change one's mind, bu isə fikrini dəyişdirmək deməkdir. Alter one's decision or opinion, elə bu da ona sinonim kimi gedə bilər. Yəni, fikrini dəyişdirmək, qərarını dəyişmək. We have changed our minds and are going to Canada instead of California this summer. Biz fikrimizi dəyişdik və bu yay Kaliforniyanın yerinə Kanadaya gedəcəyik. Gəlin, indi isə bizim testlərimizin izahına baxaq. Be careful, blah blah for cars when you cross the road. Deməli, diqqətli ol, yolu keçəndə maşınlara diqqət et. Diqqət et deyiriksə, look out for. Və yaxud da demişdik, watch out for da deyə bilərik. 57-ciyə baxırıq. When people meet for the first time, they usually, insanlar ilk dəfə görüşəndə nə edirlər? Əlbəttə ki, əl sıxışırlar. Shake hands. C variantı doğru cavabımızdır. 58-ci sualımıza baxırıq. It took her a long time to blah blah the loss of her father. Deməli, uzun müddət apardı ki, o atasının ikisini qəbullansın deyərik. Təbii ki də qəbullanmaq nə idi? Get over. Həm də sağalmaq mənası var idi. 59-a baxırıq. If you go out without a coat in this weather, you may, deməli, əgər sən bu havada paltosuz çıxsan çölə, sən neyəsən? Xəstələnəcəksən. Catch cold. B variantı doğru cavabımızdır. 60-cı baxırıq. We haven't decided yet. We still need to. Biz hələ qərar verməmişik. Biz hələ neyinirik? Ehtiyacımız var neyinməyə? Qərar verməyə. Make up our minds deyərik. C variantı doğru cavabımızdır. He was tired, so he decided to blah blah home early. Demək, çox yorğun idi. Beləliklə o qərar verdi ki, evə erkən geri qayıtsın deyərik. Get back home və ya return variantı doğru cavabımızdır. 62-yə baxırıq. She was going to study abroad, but she blah blah at the last minute. Deməli, o xaricdə oxumağa gedəcəkdi, amma o son dəqiqədə qərarını dəyişdirdi, fikrini dəyişdirdi. Changed her mind deyərik. C variantı. 63-cüyə baxırıq. For strangers who ask too many questions. Deməli, çox sual verən qəribə insanlara neyinə diqqət et. Ehtiyatlı ol onlardan, yəni look out for
və yaxud da bayaq dediyimiz kimi watch out for da deyə bilərsiniz. C variantı doğru cavabımızdır. 64-də after 2 weeks of rest, he finally blah blah his illness. Deməli, 2 həftəlik istirahətdən sonra o nəhayət xəstəliyindən nədir? Sağaldı deyərik. Get over və yaxud da burada got over. Doğru cavabımız A bəndidir. 65 və nəhayət sonuncu sualımıza baxırıq. Manager politely blah blah with the visitors. Manager nəzakətli şəkildə ziyarətçilərlə nədir? Əl sıxışır deyərik də. Yəqin ki, əl sıxışıbdır. Shook hands olar. Doğru cavabımız C variantıdır. Hələlik bu qədər müəllimlər.